Qarşılaşma bildiyiniz kimi bugün səhərdən oyunlar başlayıb, artıq 4 oyun keçirilib və hal-hazırda hər iki komanda artıq ikinci qarşılaşmasını keçirir və Bağçanın hücumu davam edəcək. Yenə sağ cinahdan, yenə Alparslanın ötürməsi, qapıya doğru zərbə vurulur və son anda müdafiəçilər yenə topu qapı qarşısından uzaqlaşdırırlar. Komandamız bu turnirdə qalib gələrsə yaxşı bir ötürmə oldu. Qapıya doğru zərbə alınmır. Çox gözəl bir imkan idi hesabı açmaq üçün. Əli Sadıxov, Qəbələnin 9 nömrəli futbolçusu, birbaşa dərhal qapıya yaxın güncə bəlkə də nədən əks hücum təşkil edir. Yaxşı bir imkan ola bilər hesabı açmaq üçün, ehtiyatlı olmaq lazımdır. Ötürmə verildi və 1-0 Fenerbahçe futbolçular hesabı açırlar. Alparslan Dəmir topu qapıya göndərdi, 7 nömrəli futbolçu. Bəli, komandamız əks hücumdayken qolun təkrarını izləyirik. Bəli, Furkan Coşkun topu Alparslan Dəmirə göndərir və 7 nömrəli futbol sağ cinahda. Qapı qarşısına ötürmə və ikinci top qapımıza vurulur. Bu dəfə qapıcının səhvindən sonra. Bəli. Çünki bundan sonra artıq Qəbələyə çox çətin olacaq. Demək olar ki 2 dəqiqə ərzində qapısından 2 top buraxdı Qəbələ. Dəmir ona sanki borcunu qaytardı ilk qola görə. Və çox təhlükəli bir vəziyyət. Qapçı ilə oyuncularımız arasında mübarizə oldu, ancaq top heç kimə dəymədən meydandan çıxdı. Yəni, yaxşı bir fürsət idi bu. Hesab arasındakı fərqi azaltmaq üçün, ancaq Qəbələ Fenerbahçe görüşünün ikinci hissəsi başladı. İlk hissədən sonra bu barədə də məlumat verək. Qəbələ isə 1-0 hesabı ilə qalib gəlib Dünezə komandasına. Fərid Nəbiyev indi qol vura bilərdi. Yaxşı bir imkan qazandı, ancaq onun zərbəsindən sonra top qapının üstündən keçdi. İzləyirik bu epizodu. Bir qədər tələsizdir sanki vuruş zamanı Fərid. Səlahattin Rezan yaxşı bir ötürmədi. Oyundan kənar vəziyyət yoxdur. Qapı qarşısında ötürmə və avtogol. Avtogol. Bəli. İndi bəxti gətirmədiyi qəbinin həll olunması deməkdir. Bəlkə də artıq bu səbəbdən Fenerbahçe komandasının baş məşqçisi ardıcıl dəyişikliklər edir və ehtiyatlı olan oyuncuları da hesab belə olan vaxtda sınamaq olur. Qəbələ hücumdadır. İndi qapıya zərbə vurmaq olar. Ötürmə verilir. Başla zərbə alınmır və daha sonra Səlahattin Rezzat topu uzaqlaşdırır. Yaxşı bir reallaşmasına imkan vermədi. İndi əksinə qapımız qarşısında təhlükə yarana bilər və 11 metrlik cərimə zərbəsi. Penalti. Burada qayda pozuntusu olmuşdu, yoxsa 50 oyun? Xeyr, burada o əldə etdiyi imkanlardan yaxşı istifadə etdi. Sonuncu hücum ola bilər. Qapı qarşısına ötürmə və top yenə qapı dirəyinə dəydi. Az qala 4-cü top qapıdan keçəcəkdi bu dəfə. Faiq Duran zərbəni dəqiq vura bilmədi. Beləliklə Qəbələ Fenerbahçe görüşü yekunlaşır. Fenerbahçe 3-0 hesabı ilə qalib gəldi. Biz isə reportajımızı yekunlaşdırır. Reportajın rejissoru Elçin Mehbaliyev, oyunu Rəşad Rafiqoğlu şərh etdi. Sağ olun, salamat qalın.